Bugün sizə istər tortlarınızda, istər digər şirniyyatlarınızda istifadə edə biləcəyiniz qaymaq dadında möhtəşəm bir krem resepti verəcəm. Amma əvvəlcə gəlin sizə çoxdan da sifariş etmək istədiyim, amma uzun yolda sınar deyə sifariş etməyə çəkindiyim bu çayını göstərim. O qədər çox bəyəndim ki, mütləq yanında fincan dəstlərində sifariş edəcəm. Hətta yoxlamaq üçün fincanın birini də sifariş etmişdim. Paketlənməsi mükəmməl idi. Ona görə əminəm ki, digərləri də qəşəng gələcək. Digərlərini də gələn həftə sifariş edəcəm. İndi isə gəlin keçək kremimizin hazırlanmasına. Bunun üçün bizə 1 stəkan şəkər tozu, 2 stəkan süd, 1 dolu xörək qaşığı nişasta, 1 dolu xörək qaşığı un və kərə yağı lazımdır. Əvvəlcə un, şəkər tozu və nişastanı yaxşıca qarışdırıb üzərinə soyuq südü əlavə edirik və qaynayana qədər qarışdıra-qarışdıra vamxodda bişiririk. Artıq yağımız da ağarana qədər çalınır. Bu arada çayımı da dəmləyirəm. Hazırladığım qarışımı isə bir kənarda soyudub yağın içərisinə əlavə edirəm. Onu da birlikdə gözəlcə çalandan sonra artıq kremimiz hazırdır. Fikirləşdim krem də varkən niyə bir tort eləməyim, amma daha tez olsun deyə yalançı Napolyon eləmək qərarına gəldim. Hansı ki çoxdandır soyuducu olan yağlı xəmirlərdən istifadə edəm. Xəmirləri yaydım və sobada bişirdim. Videoda gördüyünüz şəkildə hazır olduqdan sonra artıq onu qəlibə yerləşdirib arasına kremləri çəkdim. Kremi hazırlayarkən bilməli olduğunuz çox vacib məqam var. Əgər yağın miqdarı az olarsa krem çürüyəcək, çox olarsa da yağ tamı gələcək. Ölçülərə diqqət etmək lazımdır və bu kremi həftələrlə buzluqda saxlaya bilərsiniz. Nuş olsun.